rayonunda növbəti qanunsuz tikinti işləri aparılır. Xalqa daxil olan məlumata görə, Qaradağ rayonu Lökbatan qəsəbəsində qanunsuz tikinti işləri aparılır. Qeyd edək ki, bu tikintinin icazəsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur. Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini Qaradağ rayon İcra Hakimiyyətinin dırnaqarası razılığı əsasında aparıldığı iddia olunur. Qanunsuz tikinti ilə bağlı Qaradağ rayon İcra Hakimiyyətindən və aidiyyəti qurumlardan heç bir məlumat almaq mümkün olmadı. Məlumat veririk ki, 2010-cu ildən Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikaylovdur. Qeyd edək ki, ötən günlərdə Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi Qaradağ rayon İcra Hakimiyyətində yoxlamalar aparıb. Başçının müavini Nadir Muradov və digər vəzifəli şəxslərin qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbirləri nəticəsində cinayət işi başlanıb. Sonda onu da qeyd edək ki, məsələ ilə bağlı rəsmi qurumların mövqeyini işıqlandırmağa və dərc etməyə hazırıq.